Salam əziz dostlar, gözəl bir gündən hər birinizi salamlayıram. Gözəl gülümü görürsünüz də mənim. Başı bəlalı gülüm, sarı gözəlim. Bu açmağa başlayandan külək, yağış, leysan, belə heç imkan vermir ki, bu bir üstündə biraz dursun. Elə hamısı belə yerlə bir ləçəkləri hamısını xarab eləyib. İndi təzə əkənlər, belə təzə açanlar hələ ki üstündədir, amma köhnədən olanların hamısını elə tökübdür. Amma gözəlimin dadını çıxarda bilmədim bu il. Çünki küləklə yağış buna imkan vermir ki, üstündə biraz qalsın. İndi də görürsünüz ki, külək əsir, güclü külək var. Daha da çox tökülmədən sizinlə bunun ən azından bir dənə də videosunu çəkmək istəyirəm. Belə gözəl, ən gözəl baxlarıdır bu. Heyif ki, külək əsir, yağış yağır, belə xarab eləyir bunları. Ona görə də mən bundan biraz da çəkmək istəyirəm. Çünki bir də mən bunun çiçəklərin gələlin, Allah salamatçılıq eləsin, bir də gələlin görəcəm qismətdirsə. Amma hələ ki bunu indi varkən çəkim istəyirəm. Belə gözəl görürsünüz də belə çox qəşəngdir. Tamam, çiçəklərin açır. Açmayanlara az qalıbdır. Demək olar çoxun açıqdır. Açmayanlara çox az qalıb. Belə bunları da belə bu 2 ildə belə gəldi bunun. Allah salamatçılıq versin, gələnin görək necə olacaqdır. Bunların ən çox xoşladığım şey bunların qönçələrinin belə sırayla düzülməyidir. Belə sırayla düzülür və çiçəkləməyə başlayır. Bu çiçək açan nerdir? Amma ki tezdə xarab olandır. Belə düymələrim bunları xoşlayıram. Güzel çiçeğim. Bu da mənim zakkum deyilən çiçəkdir. Düymədədir. Biraz da külək bunu da belə aşıb belə töküb. Ona görə də tökülür yarpaqları. Bunu belə aşağıya bilsəm. Çox dikanlıdır bu, çox. Mən o çiçeğidir. Belə kızlar, buradan da keçdim qonşumuz gələr. Qonşumuzun belə burada bir gülü var. Bu da ildə bir dəfə çiçəkləyir. Amma çox gözəl qoxusu var da. Bütün qapı, həyət, hər yan bu gülün qoxusu ilə bürünübdür. Çox qəşəngdir. Təpədən dırnağa belə çiçək açır. Çox gözəl qoxusu var bunun. Tünd qoxuludur, belə gözəl. Çok çiçekleri var. Artık kesir bəzi çiçekleri. Ama çok qəşəngdir. Bunu istedim ki videoma düşsün. Bunların da çiçekleri. Maşallah olsun, Allah nəzərlərdən saxlasın. Belə gözəl qoxulu çiçekler. Burada bir şevboy var. Mor şevboy. Akşam sefası değilim. Burada roz bulundu. Ondan bende de var ama hələ çiçəkləməyib. Böyle. Burada yeni yerde. Burada da kırmızı roza var. Onda bu da çiçəkdir. Burada da roz var. Belə qəşəng çiçəkləri.
Düymədədir, hələ çox düymədədir, amma hələ açmayıb. Burada qonşumuzun bir qərənfili var. Bir neçə çiçəkliyir, bilmirəm ama bu nə rəng açacaq. Qəşəng olsa bundan peki mən də apardım etdim. Geçen ləhmişdim, bitmişdi, sonra nəsə xarab oldu. Ve düyməliyir. Böyle yine bu tarafta da şeydi. Bu hemen kırmızı gülden değil. Bu bunun başka cür kokulusundan da böyle bu da. Bu gülü, bu gül elə bir şeyliyibdi. Üstüne düşübdü. Biraz da küləklidir hava. Ona göre laf. Tamam aşıp tökülüp. Burada da amaralisleri var. Ve amaralisimlendi. Bu da bunlarınki yerde olur daimi. Yay kışı yerde olur. Böyle qəşəng çiçəkliyiblər. Qəşəngdir hələ ki. Belə çoxlu çiçək açıb. Amaralislərində bir çox növ var. Çox növləri çoxdur. Böyük açan, balaca açan, tırı. Hər növdə var. Bunlarınki belə qəşəng. Bunun növündəndir. Bir dənə gördüm hələ ki bundan. Böyle güzel amaralis. Çok güzel kızıl güller. Burada limon ağaçları var. Limon ağaçları da geçen çiçeğe çıktı. Her ikisinde yoktu ama böyle çoxlu elə bil çiçekler var. Böyle buradan böyle güzel gülleri. Geldim yine bunun yanına çıktım. Burada da Setkanın o tarafında böyle gül var. Görüm onu kişmeye erinirəm ama göstermeye de çalışırım. Fokus gülü böyle qəşəng rəngdə. Qəşəng görünür burada. Belə indi keçin biraz öz həyatımın zambaqlarından çəkim sizin üçün. Belə limanın çox gözəl vaxtı idi. İstədim ki sizin üçün də bir gülləri çəkim. Mis qoxulu. Bu da daraq gülüdür. Belə geranlarıdır. Bu da kaktusudur. Başka gülleri yoktu komşularımızın. Böyle həyətlərindən çölə çıxanda belə o cırtdan açan güllərdəndir. Belə yoldan ərkiblər. Hələ ki yıllar çiçəklənir. Amma bol düymədədir. Və bu da mənim bu qırmızı gülümdür. Çardağa qədər dırmaşdırdığım. Belə qəşəng. Yuxarılarından çiçək açıbdı. Hiç yəni aşağısında yoxdur. Bu da gözəlim, mənim qırmızı gülümün kənardan görünüşüdür. Kənardan belə görünür. Çox gözəldir. Yəni gözlə görünmək daha da gözəl olur. Keçdim darvazadan içəri. Bu da bizim güllərimizin belə görünüşü. Gözəl güllərim. Bu da mənim amaralisim. Geçen videoda da size gösterdim. Onlardakine oxşuyur bu da. Çiçeğinin onlara oxşuyur. Hələ ki bir də nəsə çiçəkliyik məndə amaralis. Hələ digərlərində yoxdur bir şey. Hələ ki elə budur. Bunu ona göre də gözümün önünə yaxın gətirmişəm. Bu biraz ayındaydı. Biraz bəri gətirmişəm ki qoy gözümün önündə dursun. Bir də nəsə açıbdı, bir də açmaq üzərədir belə. Mənim hələ ki bu ağac güllərimdə çiçək yoxdur, amma düyməliyirlər. Hələ ki düymədədirlər. Belə qəşəng. Burada da gözəm bağımdır. Bəzisi düymədədir, bəzisi də açıqsı olur. Bunlar biraz tez açıqsı olur. Ən çox da bunları buradan çıxardıb həyatımın başına əkməyimin fikrim oldu ki, yəni az açır tutarır, amma çox yer zəbt eləyir. Elə bir aya, heç bir ay çəkmir demək olar ki, şey eləyir, xarab olur gedir. Çox da yer zəbt eləyirlər, yaşıllıq olaraq əkinsə, hə. Amma mən çox gül əkmək istəyirəm deyə
Mənə elə yaşıllıq sərf eləmədi. İstədim ki, mənim yerim bol olsun. Bu da sarı zambaqlarımdır. Hələ ki bir şey yoxdur. Narıncı olanlar. Hələ ki bunlarda düymə falan atmayıblar, amma yaşıllıq olaraq qəşəngdilər. Və alçalarımız artıq böyüyübdür. Görürsünüz ki, böyük alça olubdur artıq. O dəfə çəkəndə çox xırdaydılar, amma indi artıq böyüyübdülər. Belə. Hamısının üstündə çoxdur. Və gəldim o zambağımın yanına. Zambaqlar da artıq son düymələri demək olar ki, artıq açırlar. Hamısı solurlar. Görürsünüz ki, bunları da indi istəyirəm ki, nə qədər ki açırlar, bunları da videolarıma salın, videolarımda olsun bu gözəllərdə. Belə gözəl qoxulu göy zambaqlar, irislər. Nə desək, bunda külək belə əyib. Amma artıq sonlarıdır bunun da çiçəklərin. Bunlar da açandan yenə yağış, külək. Bunlar imkan vermədi. Gerək bundan bir dəstə yığam evdə, güldana qoyam. Gözümün önündə olsunlar ən azından axırıncı günləri. Bunların hamısını dərib, aparıb evdə güldana qoyacağım. Biraz da gözümün önündə dursunlar. Belə əziz dostlarım, buradan da sizinlə sağollaşıram. Yeni videolarda inşallah ki görüşmək üzərə. Allah'a emanet olun.